Ramiz Mehdiyevin həbsi xəbərlərindən sonra sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun da məsuliyyətə cəlb olunacağı gözlənilir. İspaniyanın nüfuzlu Diario de Mallorca nəşri yazır ki, Azərbaycan Baş Prokurorluğu Palma şəhər məhkəməsinə və Balear adalarının korrupsiyaya qarşı prokurorluğuna rəsmi məktub göndərib. Turkistan.az məlumat verir ki, bu haqda jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun paylaşımında qeyd olunur ki, məktubda Mahmudovlar ailəsinin xaricdəki maliyyə əməliyyatları və ofşor şəbəkələri barədə geniş məlumat təqdim edilib. Qeyd edilib ki, Eldar Mahmudov və onun ailə üzvləri barəsində ayrıca cinayət işi aparılır və bu araşdırma 2018-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşlarına qarşı qaldırılmış işdən tamamilə fərqlidir. Baş Prokurorluğun İspaniya tərəfinə təqdim etdiyi sənədlərə əsasən dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro öncə Latviyadakı banka köçürülüb. Həmin hesab Dominikanın Respublikasında qeydiyyatdan keçmiş Prime Design and Patenting SA adlı offshore şirkətə məxsus olub. Şirkətin sahibi kimi göstərilən Sahib Əlioğlu Ağayev Eldar Mahmudovun yaxın çevrəsinə daxil olan şəxs hesab olunur. Onun 2014-2015-ci illərdə bu vəsaitin bir hissəsi Mahmudovun oğlu Anar Mahmudovun nəzarətində olan digər offshore şirkətlərin hesablarına köçürülüb. Azərbaycan məhkəmə sənədlərinə görə Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya və mənimsəmə ittihamı ilə mühakimə olunub və 2020-ci ildə iyunun 16-sında məhkum olunub. Mahmudovun digər qohumları və yaxın əməkdaşları da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum ediliblər. Baş Prokurorluğun açıqlamasına görə Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu vəsaitlər hesabına daşınar və daşınmaz əmlak, eləcə də biznes obyektləri satın alınıb. Komissiya rogatoriyası, beynəlxalq hüquqi sorğu çərçivəsində əldə edilmiş məlumatlarda qeyd olunur ki, Mahmudovlar ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində, İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq və İtaliyada ümumilikdə 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur. Prokurorluq qeyd edir ki, bu aktivlərin hamısı Eldar Mahmudovun vəzir təyin olunmasından sonra onun həyat yoldaşı və övladlarının adına rəsmiləşdirilib. Rəsmi sənədlərə əsasən həmin vaxta qədər ailə üzvlərinin bu miqyasda gəlirləri olmayıb. Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, korrupsiya və cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılması ittihamları ilə həbs edilmişdi. Onun həbsi ölkədə yüksək vəzifəli keçmiş məmurlara qarşı aparılan anti-korrupsiya kampaniyasının yeni mərhələsi kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, Eldar Mahmudovun adının yenidən gündəmə gəlməsi və İspaniya məhkəmələrinə göndərilən sənədlər bu dalğanın növbəti hədəfinin kim olacağını göstərir.